Deportasiya zamanı Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyəyə köç edib. Təkcə 1915-1920-ci illərdə 500 mindən çox soydaşımızın bura pənah gətirdiyi deyilir. Onlar əsasən Muş, Ərzurum və Qars vilayətlərinə köçüblər. Qars və Moskva müqavilələrindən sonra isə Sovet rejimində yaşamaq istəməyənlərin böyük bir qismi kütləvi şəkildə bura pənah gətirib. Türkiyənin şərqində yerləşən və 70-dən çox kəndi özündə birləşdirən Qarsın əhalisinin ümumi sayı 100 mini keçib. Burada adam özünü qərib saymır. İllər, qərinələr keçsə belə, bura pənah gətirən soydaşlarımızı elə ləhcəsindən çox asanlıqla tanımaq olar. Təkcə yaşlılar deyil, gənclər də kökünün, soyunun hardan gəldiyini gözəl bilir. Altınkedi kəndinin ən yaşlı sakini sayılan Qüdrət Erolun sorağını eşidib, ora getmək qərarına gəldik. Qüdrət Erol İrəvanlıdır. (1923-cü ildə ermənilərin yurda basqını nəticəsində soydaşlarımız evlərini tərk etmək məcburiyyətində qalıblar. Atası, yaxınları öldürülüb. Təsadüf nəticəsində sağ qalan anası 3 yaşlı Qüdrət Erolu götürüb İrana, oradan da Türkiyəyə keçə bilib. Qüdrət Erol bu kənddə böyüyüb, elə burada da gəlin köçüb. Təxmini hesablasaq 105 yaşı var. Necəsiz? Nasılsınız? Nə zaman gəlmisiniz bura? Annenizi, babanızı hatırlayırsınız? Aklıma gelmiyor, aklıma gelmiyor. İhtiyar adam. Ne bileyim? Erdet, Hikmet, Asiye, Fatma, Züre, 6 tane çocuğum var. Qüdrət Erol çox çətinliklə danışır, hafizəsi zəifləyib. Amma hər gün elə oturduğu yerdə namazını qılır, dualar edir. Oğlu Hikmet Erol anasına baxır. Geldiğinde ufaktı tabii. Burada büyümüş, orayı bilmiyor yani. Ailesini bilmiyor. Yani cahil bir kadın, okunmamış. O tarihi de ben tarihte okuduğum için tarihi o şekilde çıkartıyoruz. Yani bunun net doğumunu da ne kendi bilir ne biz bilmiyoruz. Biz de bilmiyoruz. Tarihi okuduğumuz için o savaşları, bilmem o isyanları bildiğim için yani bu yaşı çıkartıyoruz. Annesi çok akıllı bir kadınmış. Çok iyi bir kadınmış. Fakat biz onu görmedik. Bu da şimdi hatırlamıyor yani bazı şeyleri çok şeyleri hatırlamıyor yani. Namazını kılıyor, orucunu tutuyor. Ben de iyi bakıyorum. Onlar küçük de bize nasıl baktılarsa biz de şimdi onlar küçüklere biz büyüdük. Biz onlara bakıyoruz. Ben halimden memnunum. O da memnun bende. İşte devam edip gidiyoruz. Mehmet Ali Ülker'in ata-babaları Qərbi Azərbaycanın Ağbaba mahalının Güllübulaq kəndindəndir. 19-cu əsrin 70-ci illərində Qarsa gəliblər. Babalarının ömrü döyüşlərdə, mübarizədə keçib. Hətta 1877-1878-ci illər Osmanlı-Rus müharibəsində də iştirak ediblər. Çok büyük
kıyımlar olmuş, çok insanlar ölmüş, çok yerler terk edilmiş. Mesela en büyük bizim orada gelenlerden birisi Aşık Aziz diye birisi var. Bu Aşık Aziz orayı kısaca şöyle anlatır. Kaleler, kuleler, demdem hanalar deyir. Yeşil başlı sonalar kaldı. Hoş minareler, medreseler, hanlar deyir. Ağ, suvaklı otaqlar qaldı deyir. Yəni böyle tabii daha möhtəbər o anladır. Ben aklımda kalanları söylüyorum şimdi. Dədələriniz, babanız heç deyirdimi ki, o bura gələndən sonra mən o yerlərə getmək istəyərəm, o yerləri görmək istəyərəm? Demez mi? Dedem, Sizə nələri mesela danışarlar? benim babamın dayıları Güllübulaq tarafında kaldığı için çok aradık ama biz bulamadık birisini. Benim kardeşim bir tanesini bulmuş şimdi Azerbaycan'da. Ama o da bizim amcamız oğullarından gelen nenesi oluyor. Ama tabii nenesi hayatını kaybetmiş ama o nenesinin kızı da onun şimdi yani onun nenesi yani. Orada şimdi yaşıyor, onunla irtibat halindayız. Ama Rabbim izin verirse bir gün inşallah o tarafa gideriz. Deyir, hər gedişin bir dönüşü var. Aynen. Getsəniz o yerlərə, nələr edərsiniz? Necə görürsünüz? Çok oraya gittiğimiz zaman işte dedelerimizin yeri olduğu için yani çok sevinç duyarız. Yani orayı görüp bir ziyaret etmek isteriz yani. Çünkü sonuçta atalarımız o taraflardan gelmiş. Güllübulaqdan gelmiş. Benim dedelerim Eşterek'ten gelmedir. Siz həm də Ağbaba nəslindən. Tabii ağa baba neslinden. Baba tarafım Eşterek tarafından, ana tarafım da yani babamın ana tarafı da Güllübulaq'ta. Toylarda da Ağbaba yallısını oynayırsınız. Oynamaz mıyız? Bizim vazgeçilmezidir ağa baba yallılar. Qarsın ən qədim məscidlərindən biri olan Ulu Cami məscidinin qarşısındayıq. Bu məscid Osmanlı İmperiyası dövründə inşa edilib. Ermənilər minlərlə insanı bu məscidin içinə yığaraq yandırıblar. Qərbi Azərbaycandan olan soydaşlarımız erməni fitnəkarlarının əlindən qaçaraq Qarsa üst tutsalar da, burada da həyat onları sakit qarşılamayıb. ...1915-1920-ci illər arasında ermənilərin Qars və ətraf ərazilərdə özlərindən saymadıqları hər kəsə qarşı kütləvi qırğınlar törətdikləri deyilir. 1918-ci ildə erməni daşnaq dəstələri güya sülh danışıqları aparmaq üçün Qarslıları Ulu Camiyə toplayır və orada 286 nəfəri diri-diri yandırırlar. Cumhur Aslanın ata-babaları İrəvanın Əkərək kəndindəndir. 1920-ci illərdə məqsədli şəkildə Rusiyadan, İrandan, Türkiyədən olan erməniləri Əkərək və digər kəndlərə yerləşdirirlər. Bununla da Azərbaycanlılara qarşı zülm başlayır. Ermənilər gecələr evlərə basqın edir, gündüzlər soydaşlarımıza küçələrdə rahat gəzməyə imkan vermirlər. Çıxan günü soruşmaq istəyirəm. Yəni nə öz əşyalarını da Əşya almayıblar. Elə oğul uşağı omuzlarına, göğüslerini alıp yanlaya kaçıp geldiler. Hatta sınırda dedem anladı, kardeşiyle bacısını sınırda Rus askerleri vur, hele orada kalır. Her zaman sınıra gider ağlayırdı. Dedi ki
50 metre ileride deyilib bacımla qardaşım ölübdür. Bəs onları ölən vaxtı bastıra biliblər, yoxsa elə? Yox, sıramıyor, Rus tərəfində qalıb. Bəs babanız danışıb yəqin xatirələrdən, dolanışdıqları necə olubdu? Yaşayışları necə olubdu? Yaşayışlar bağla, bağça ilə olubdu. Köylüymüşlər. Əkil pişirmişlər. Onlarla uğraşırmışlar. Ama oraya Ruslar, Ermenileri doldurduktan sonra artık bunların köyüne de getirip yerleşenler bunlara zahmet verirler. Gece gündüz gülleleyende meyve kalıp kaçıp gelirler buraya. Ben 3. kuşak Azeriyim. Kızım 4. kuşak Azeri'di. Azerbaycan dilini, Azerbaycan örf adetini unutmaması için kızımı Azerbaycan Dili ve Edebiyatı bölümüne verdim. Kızım şimdi orada okuyor. En büyük isteğim de kızımın o bölümde öğretim üyesi, bir doçent, bir profesör olması, öz dilimizce talebelere eğitim vermesini çok istiyorum. Qərbi Azərbaycandan gələn sözsüz ki, soydaşlarımız çoxdur burada. Onlarla əlaqələriniz necədir? Aynıdır, fark eden bir şey yoktu. Biz zaten oradan geldiğimizden bu yandı, örfümüzü, adetimizi, gelenlerimizi, göremlerimizi hiç unutmadık. Hep orada ne gördükse burada da aynısını yaparız. Dədəniz, babanız danışanda, o xatırlayanda o yerləri, çünki o ağlayırlar. Nə deyirlər? Deyirlər qayıtsa otur. Zaten onun için geldiler Kars'a. Dedim ki niye buraya geldiniz, yerleştiniz? Bir Ankara'ya, İstanbul'a, İzmir'e gitmediniz. Dedi ki umudumuz inşallah bir şeyler olur, geri kaydarız topraklarımıza. Onun için dedi Kars'a yerleştik dedi. Özümüz de sınıra yerleştik ki inşallah geri gideriz diye. Her zaman sınıra gidip oturup ağlıyorlar ki biz buraya ne zaman gideceğiz diye. Hiçbirine de nasip olmadı. Ağlıyor öldüler hepsi. Dədənizə, babanıza qismət olmadı, annənizə. Amma bugün bilirsiniz ki, Qərbi Azərbaycana qayıdışdan danışılır. Və siz necə bir övlad olaraq, məsələn, belə bir qismət olarsa sizə gedərsiniz? Gedərik. Hələ biz Azərbaycanlıyıq deyirik, Azəriyik deyirik yani. Yani biz hiç bir defa oradan kopmadık ki. Çünkü atam, anam, dedem hep erir getirdi. Bir de uşağımızı erir getirir. Və sizin oradakı köydən olan adamlar var burada? Yoktu. Birkaç tane vardı, onları Ankara, İstanbul'a gittiler. Kimse kalmadı. Eşekten kimse yoktu. Yani Gümrü'den falan çok var. İlk gedib görmək istədiyiniz yer, neyinirsiniz? Vallahi ben bir sefer gitmek istedim Tiflis'teydim. Ermenistan'a gitmek istedim. Pasaportum yeşil diye içeri koymadılar. Dedim gidin torpaklarımızı şey yapalım. Dediler ki tercih ajansısın dediler, sokmadılar içeriye. Yani hele bir riski gözünüzde. Tabii riski bir göz önüne aldım, gitmek istedim. Çok güzel de Türkçe konuşuyordu Ermeni. Sordum nerelisin dedi. Dedi ki dedem Malatya Ermenisiydi dedi. Dedem bana öğretti, ben de çocuklarıma öğrettim. Hepimiz dedi çok güzel Ermenice, Türkçe biliyoruz dediler. Beni şeyden içeri sokmadılar, sınırdan içeriye. Almadılar. 7 arkadaş gittik, 6'sını tamam dediler. Bana dediler yeşil pasaportum var, tercih ajansın olmadılar. Qars şəhərində Sarıqamış, Səlim və Arpaçay kimi ətraf kəndlərdə Qarapapaq və Tərəkəmə nəslindən olan Azərbaycanlılar yaşayır. Onlar 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Qərbi Azərbaycandan köç edənlərdir. İndiyədək öz adət-ənənələrini qoruyub saxlayıblar. Qarapapaqlar Türkiyə, İran, Mərkəzi Asiya, əsasən Özbəkistan və Cənubi Qafqazda yaşayıblar. İndiki Ermənistan ərazisində yaşayan Qarapapaqlara gəlincə, Azərbaycanlıların sonuncu deportasiyası zamanı, yəni 1988-ci ildə oranı bir dəfəlik tərk ediblər. İlk illər yalnız mədəniyyət sahəsinə üstünlük verən Dünya Qarapapaq Türkləri Birliyi hazırda tarix, incəsənət və digər istiqamətlərdə çoxşaxəli fəaliyyət göstərir. Qurumun Qars nümayəndəliyi təmsilçisi əslən Borçalıdan olan Osman Saday, Qarapapaqların 1828-ci ildən başlayaraq 1855-ci ilə kimi Türkiyəyə köç etdiklərini deyir. Sonuncu böyük köç isə 1921-ci ildə baş verib. Dünyaya hansı mesajları ötürmək istəyirsiniz? Efendim bizim hesabımız şudur, yani biz Türk topluluğu, kadın bir Türk topluluğu olarak biz kendi neslimizi, Qarapapaq tayfasını bir sonraki nesillerimize, yani örfümüzü, adetimizi, kültürümüzü, sanatımızı yaşatmasıdır. Bizim temel amacımız budur. Yani ben bütün toplantılarımızda söylediğimiz bir şey vardı. Biz dünyanın farklı ülkelerinde, yoğun yaşadığımız ülkelerde, Azerbaycan'da, Gürcistan'da, Kazakistan'da, İran'da, biz buralarda yaşadığımız bu ülkelerin milli birlik ve beraberliğine, anayasasına, bayrağına sadık kalmak şartıyla
kendi kimliğimizi, kendi örf, adet, gelenek ve göreneklerimizi yaşatmaktır. Bütün amacımız budur. Ama bulunduğumuz coğrafyanın, Türkiye Cumhuriyeti coğrafyası da dahil bu coğrafyanın da anayasasına, bayrağına, toprak bütünlüğüne sadık kalmak şartıyla bulunduğumuz coğrafyaların en müreffeh, en mükemmel topluluğu olmak için çalışıyoruz. O ülkelere en fazla fayda sağlamak için çalışıyoruz. Buranın en saygıdeğer, en saygın topluluğu olmaya gayret ediyoruz. Osman Bey, bir sorum da var. Bu Zəngəzur dəhlizi ilə bağlıdır. Sözsüz ki, sizin bu barədə kifayət qədər informasiyanız var. Zəngəzur koridorunun açılması lazım. Zəngəzur koridorunun hem karayolunun hem demir yolunun açılmasıyla birlikte bu bölgenin çok yakın daha istişare içerisinde olacağı, birbirine daha yakın olacağı, ticareten, kültür olarak her alanda birbirine yaklaşması daha mükemmel olur. Şimdi Zəngəzur koridorunun açılması lazım, o bölgeye yerleşimlerin sağlanması lazım. Ya benim temelim bir an evvel Azerbaycan'ın bu Ermenistan'la olan bu şeyin haritanın tamamlanması lazım. ...1961-ci ildə Qarsın Akyaka kəndində doğulan Aşıq Ənsər Şahbazoğlunun soykökü Qərbi Azərbaycanın Ağbaba mahalının Sel dağı kəndinə gedib çıxır. Qarapapaq tayfasındandır. 40 ildir Qars şəhərində yaşayır. Amma əksər qohumları, yaxınları bugün də Akyaka kəndindədir. Atası Veysəl Şahbazoğlu Qarsın sayılıb seçilən ustad aşıqlarından olub. Ənsər Şahbazoğlu atasının yolunu davam etdirir. Şahbazlı sülalesi derler bize. Şahbazlı niye Şahbazoğlu'ya dönüşmüş? Büyük dedemizin ismi oradayken iyi yere temas ettin. Oradayken büyük dedemizin ismi Şahbaz. Soy ismi kanunu geldiği zaman o zaman Deniz soy ismini veriyorlar bize. Deniz. Deniz'den sonra niye Şahbazoğlu? Babam Aşık Veysel Şahbazoğlu 1947 yılından itibaren Alman-Rus Savaşı'ndan sonra aşıklığa başladığından itibaren Şahbazoğlu mahlasını kullanıyor. Şahbaz dede, Şahbazoğlu. Ondan sonra da bize nasihatta bulundu. Dedi oğlum benim size nasihatım, ben resmi kayıtlara geçiremedim ama Şahbazoğlu ismini duyurdum. Belgelere falan, aşıklar festivallerinde vesaire. Benden size nasihat dedi, Şahbazoğlu mahlasını resmi olarak hüviyetine alın dedi. Biz de iki kardeş, iki ablamız var. İki erkek kardeş olarak Türkiye Cumhuriyeti adli makamlarına müracaat ederek soy isim değişikliğimizi yaptırdık. Şahbazoğlu ismini aldık. Ve devam edir. Ve devam ediyor. Şu anda iki kardeş sülalemiz Şahbazoğlu. Deportasiya nəticəsində onlar öz yurtlarını tərk edib, gəlirlər Türkiyəyə. Aynen. Və üstündən illər keçib. O ənənələr, adətlər, onlar hamısı dağılıb getdi, yoxsa onlar yaşayır mı? Yok. Geldikleri gibi devam ediyor. Mesela nedir o sulhaneler biliyorsunuz tabii. Yemek içmesinden başla, giyim kuşamından başla, gelenek görenek, oyun havalarından, yallısından, türküsünden başla hepsi devam ediyor şu anda. Ama yeni nesil olarak tabii az da olsa bir azalma vardır yani. Eski benim kuşağım farklı, benden sonra gelen kuşak farklı. Ama o da özünü biliyor tabii. O bizden sonra gelen kuşaklar, torunlara da aşılıyoruz tabii. Onlar da biliyor bizim nereden geldiğimizi, arşivlerinde var yani. Qarapapaqlılar hərdən yığışırlar bir yerə. Tabii, tabii. Hala Nə edirsiniz? Yığışanda nə danışırsınız? Ancaq toydan toya, məclisdən məclisə? Yok. Hansısa bir təşkilatınız, qurumunuz var? Mesela şu anda biliyorsunuz Lapsat grubumuz var şu anda. Türkiye genelinde Şahbazoğlu ailesi olarak grubumuz var. Gözəl. Buna benzer derneklerimiz var. Köy dernekleri. O WhatsApp qrupunda yəqin qərarlaşdırırsınız, hara gedəcəksiniz, nə edəcəksiniz? Xeyir şer buluşmaları, paylaşımlar, hal hatır sormak. Dedik ya, xeyirde bulunmak, şerde bulunmak adına birbirinden haberdar olma adına irtibat halindesin yani. Onu dört gözle bekliyoruz o yolu. O yol açılırsa tabii bizim gönül yolu dışında o yolla irtibatımız olacağına güvenim sonsuzdur, güveniyorum yani.
Bekliyoruz onu. Dört gözle bekliyoruz. Dedelerimizin, atalarımızın bizim gönüllerimizde yer bulduğu, yer ettiği yerleri gezeriz. Kabristanlıkları ziyaret ederiz. Orada söylenen havaları orada çalar söyleriz. Türkiye'de söylenen bir söz var. Deyir ki, aslını inkar eden haramzadedir. Bizim aslımız budur. Buradan gelmişiz, oradan gelmişiz. Bizim topraklar oradır. Burada bizim toprağımız, orada bizim toprağımız. Babam bir şiirinde dedim ya, diyor ya, Türk ordusu cihan harbine girse ilk hedefte şöhret şanı alırız. Serhat boylarından açarsak cephe, durmaz düşman cenk fermanı alırız. Bazı eda ile, bazı naz ile, bazı sahra ile, bazı düz ile, Kemal Atatürk'ün ruhu biz ile, fikir verip şu bürhanı alırız. Qarsda məşhur bir kafe var. Adına Puşkin kafesi deyirlər. Şər qarışan kimi hamı bu məkana yığışır. Düzdür, bura dahi Rus şairi Aleksandr Sergeyeviç Puşkinin adınadır, amma məclislərin ona heç bir aidiyyatı yoxdur. Əvvəllər bu cür məclislər dərnək adlanırdı. İndi ad müasirləşib, amma fəaliyyəti illərdir ki, olduğu kimi davam edir. Aşıq Ehsən Şahbazoğlu da buradadır. Həftədə bir dəfə qurulan musiqi məclisinin əsas iştirakçısıdır. Aşıq həmkarı ilə köhnə Azərbaycan havalarını ifa edirlər. Bura həm də Qafqazlıların məclisi deyilir. Azərbaycan musiqiləri, rəqsləri, oyunları hamısı burada. Bax, mədəniyyətin, keçmişin qürbətdə yaşaması budur. Qarsın ən böyük universiteti, Qars Qafqaz Universiteti. Təhsil ocağında bizi Azərbaycanlı professor İlkin Qulusoy qarşıladı. Bu da universitetin Azərbaycan dili və ədəbiyyatı şöbəsinin nəzdindəki Heydər Əliyev Tədris Mərkəzi. ...2008-ci ildən fəaliyyət göstərən mərkəzin zəngin kitabxanası var. Kitabxanadan həm bakalavr, həm də magistratura tələbələri elmi tədqiqat işləri üçün istifadə edirlər. Hər il müxtəlif Azərbaycanla bağlı müxtəlif tədbirlər həyata keçirilir. Burada Novruz bayramı olsun, başqa dövlət bayramları, dövlət tədbirləri olsun, eyni zamanda Azərbaycanda 20 yanvar, Xocalı qətliamı. Bu Heydər Əliyev Tədris Mərkəzində biz bunu hər il düzənli şəkildə həyata keçiririk. Sadəcə bizim tələbələrimiz deyil, eyni zamanda Qarsda yaşayan və təhsil alan digər tələbələr də və Qarslı insanlar da bu tədbirə qoşula bilirlər və Qərbi Azərbaycanla bağlı olduğu üçün Qərbi Azərbaycanla da bağlı bizim tədbirlərimiz həyata keçirilir və Qarsda yaşayan insanların bildiyiniz kimi bir qismi Qərbi Azərbaycandan, bir qismi Gürcüstandan gələn insanlardır ki, biz də bunlarla hər zaman sürəkli bir əlaqə içindəyik və tədbirlərimizə də bunları dəvət edirik. Qərbi Azərbaycanla bağlı olan bütün bu prosesləri biz də təqib edirik və dəstəkləyirik. Və biz də inanırıq ki, bu gün o qədim türk yurdundan çıxmaq zorunda qalan insanlarımız öz vətənlərinə dönəcəklər. Hətta Qarsdakı Qərbi Azərbaycandan gələn insanlar da inanırlar ki, bir gün öz dədə-baba torpaqlarına geri qayıdacaqlar. Və biz də bütün tədbirlərdə də bunu dilə gətiririk və buna da inancımız tamdır. Qarşımızdan, biraz bizdən uzaqda qatar keçir. Bu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Qarsdan keçən qatarıdır. 2017-ci ildən fəaliyyətə başlayan layihə Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu dəhliz həmçinin Çin-Avropa yük daşımalarında alternativ ipək yolu rolunu oynayır. Zəngəzur dəhlizinin reallaşması isə bu dəmir yolu xətti ilə birləşmək deməkdir. Və bütün bunların nəticəsində daha geniş regional nəqliyyat şəbəkəsi formalaşacaq.
Azərbaycan yenə də növbəti böyük yolun astanasındadır. Hamı gözləyir, səbirlə. Bəzən də səbirsizlənərək gözləyir və hamı bilir ki, onun reallaşdıra bilmədiyi heç nə yoxdur. Nəyi, necə, nə vaxt etmək lazımdır, o hamıdan yaxşı bilir. Bundan sonra əlbəttə ki, bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıda bilsinlər, orada öz yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar. Bu bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir. Və bunu tələb etmək yenə də hər hansı bir ərazi iddiada olmaq tamamilə demək deyil. Sadəcə olaraq insan hüquqları nöqteyi nəzərdən buna yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq. Halbuki belə təkliflər bizə var, amma bunu hamı bilsin. Həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq. O vaxta qədər ki, Azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşənə qədər. İrəvan xanlığı, Vedibasar, Zəngibasar, Göyçə mahallılar, onlar hamısı Azərbaycanlı oldu. Və inanıram ki, o yerlərə, o yerlərin sahibləri, müsəlmanlar, Azərbaycanlılar qayıdacaqlar. Mən buna inanıram.